əmisidir. Lap yaxşı. Sizin qardaşınız oğlu Allah qəhrəman igiddir. şəhidlərini rəhmət eləsin. Valideynlərinə nəsə mən çox danışa bilmirəm. Allah sizi var eləsin. Təşəkkür edirəm. Fərhad kişi, bugün vətənimiz üçün canından keçən təki vətən sağ olsun deyən Nahid qardaşımızın ocağında yox. O Nahiddir ki, öz arzularını yarımçıq qoydu. Ana bacılarımızın rahat sərbəst yaşaması üçün, gənclərimizin rahat təhsil alması üçün təki vətən sağ olsun dedi. Mən də istərdim ki, sizin kimi kişidən də bir iki kəlmə söz götürək. Buyur. Bismillahirrahmanirrahim. Allah'ın adıyla Nahid balamızın günlük günüdür. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət deyirəm. Mən bildirmək istəyirəm ki, şəhid ailələrimin heç kimə ehtiyacı yoxdur. Ehtiyacım da ki, biz boynumuzun borcudur ki, onları yad edək. Onların yanında olaq. Onlar mərmər sinələrin, gül kimi sıfatların, ermənilərin gülləsinin qabağına verdilər və bizim anamızı, bacımızın namusunu vurdular. Biz onlara ömür boyu boyuyuq. Bizim evlatlarımız boyudur. Mən Qarabağda olmuşam, onun nə olduğunu görmüşəm, quzağımda can verəndə görmüşəm. Mən onu yaşamışam. Mən deyirəm ki, həmişə şəhid ailələrin yanında olmaq lazımdır. Şeş-beş oynamaqdansa gəlib orada tutmaq lazımdır. Onlar bizim qız gəlinimizi qorudular, namusumuzu qorudular. Biz onlara boyuyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu balamıza rəhmət eləsin. Təşəkkür. Çox gözəl sözlər dedin. Əlbəttə gedib vaxtı çayçılarda nərdinlə, domino ilə keçirdincə bugün o torpaqlar uğrunda canından keçən qəhrəman şəhidlərimizin ocağında olalım. Çünki bizlər üçün can verdilər, qan tökdülər. Allah ruhlarını şad eləsin. Dəyərli Ağsaqqal, səndən də bir söz götürək. Buyur. Allah mənim qardaşıma səbir versin. O qardaşımın başını uca tutdu. Nəinki qardaşım, bütün tayfamızın, elimizin başını uca tutdu. O zirvəyə yüksəldi. Allah onu bir daha rəhmət eləsin. Var olasan. Təşəkkür.